bir neçə bəndə istəyərdim ki, siz fikir verəsiniz. But I would like to draw your attention to several verses from this passage. Yaradılış kitabı 22-ci fəsil, So that is Genesis chapter 22, 7-ci bənd. verse 7. İshak atası İbrahimi çağırdı. Ay ata, o cavab verdi, buradayım oğlum. İshak dedi, od və odun var. Bəs yandırma qurbanı olacaq quzu hardadır? And Isaac spoke unto Abraham his father and said, My father. And he said, Here am I, my son. And he said, Behold the fire and the wood, but where is the lamb for a burnt offering? 8-ci bənd. İbrahim dedi, oğlum, yandırma qurbanı olacaq quzunu Allah özü hazırlayacaq. Verse 8. And Abraham said, My son, God will provide himself a lamb for a burnt offering. Və sonra burada yazılıb ki, onlar birlikdə getdilər. And then it says that so they went both of them together. Və mən düşünürdüm İbrahimin ürəyi haqqında. I was thinking about the heart of Abraham. İbrahim açıqlamadı öz oğluna hər şeyi. Abraham didn't give the detailed clarification to his son about this burnt offering. Və 13-cü bənddə İbrahim öz oğlunu qurbangaha qoyanda And on verse 13, when Abraham put his son on the altar, gəlin 9-cu bənd oxuyaq. let's read from verse 9. Sonra Allahın İbrahimə göstərdiyi yerə gəldilər. İbrahim orada bir qurbangah düzəldib, odunları düzdü və oğlu İshaqı əl qolunu bağlayıb qurbangaha odların üstünə qoydu. And the burnt offering for God. Amma o icazə verdi ki, onun atası onun əl qolunu bağlasın. We don't know, but we know that he allowed his own father to bound his hands and Və legs. İshaq heç bir səsini çıxartmadı. And there was no sound, no cry from Isaac coming out. Və istəyərdim siz öz diqqətinizi bu iki sözə baxasınız. And I would like to draw your attention to these couple words. İbrahim öz oğluna dedi, 7-ci bənddə, 8-ci bənddə, yandırma qurbanı olacaq quzunu Allah özü hazırlayacaq. So the phrase which I want to draw your attention on, it's on verse 8 where Abraham says to his son that God will provide himself a lamb for burnt offering. Allah özü hazırlayacaq. God will provide himself. Və sonra siz bilirsiniz bu əhvalatı. And then you know the continuation of the story. Tanrı dayandırır İbrahimi. That God stops Abraham from slaying his son. Və Tanrı İshaqın əvəzinə bir qoç yazılıb, quzu yazılıb burada. And instead of Isaac, God provides a ram for the burnt offering. Bəli. Və bilirsiniz, İbrahim o yerə, o dağa nə ad verir? And you know what the name Abraham gives to that mountain where he's supposed to bring the offering? 14-cü bənd. That is written in verse 14. İbrahim o yeri Yahve İre adlandırdı. And Abraham called the name of that place Jehovah Jireh. Buna görə də indiyənə qədər belə deyilir. Rəbbin dağında hazırlanacaq. As it is said to this day, in the mount of the Lord it shall be seen. Tanrının adı Yahve İre. So the name of God, Jehovah Jireh. Rus dilində Господь обеспечитель. In Russian it sounds like the Lord is a provider. Təmin edən. He is the one who supplies. Tanrı təmin elədi öz qurbanına. God supplied his own sacrifice. Və əlbəttə bu gözəl bir mənzərədir, İsa Məsihin mənzərəsidir. And of course this is a beautiful picture of Jesus Christ. Və mən düşünürdüm bu barədə. And that was my meditation. Ki İbrahim öz övladını qurban gətirməyə gedəndə That when Abraham went to bring sacrifice to God, o nə his own düşünürdü? son, what did he think about? Mən tapdım cavabını. And I found the answer to this question. İbranilərin məktubunda 11-ci fəsildə In yazılıb. Hebrews chapter 11 it says, Açmayacağıq indi. we are not going to look at there, Amma orada yazılıb ki, İbrahim düşünürdü ki, Tanrı qadirdir ölüləri də diriltməyə. but it says there that Abraham's thought was that God is able to resurrect the dead. Budur, İbrahimin planı bu idi. And that was the Abraham's plan, Axıra qədər getmək. to go until the end. Ki Tanrı mənə bu övladı verib. That God gave me this son, Və Tanrı güclüdür ki, mən oğlumu
ölülərdən diriltmək. And he is able to resurrect my son if I slay him. Bəyəm İbrahim əvvəllər görmüşdümü ölülər necə dirilir? Had Abraham seen before how God resurrected the dead? Mən düşünmürəm ki o I görüb. don't think that Abraham had. Amma ona görə də o oldu bizim imanımızın banisi, imanın atası, Therefore, he became the father of the faith, of our faith. Və mən bu barədə mən düşünürdüm ki, Tanrı bizim təminatımızı ödəyəndir. And I was thinking about God as the provider of our needs. Bilirsiniz, iblis həmişə bizə yaxınlaşır bizim ehtiyaclarımızın vasitəsilə. And you know, the devil always tries to approach us through our needs. Bizim hər bir insanın ehtiyacları var, And düzdürmü? every man, every person has a need. Hər bir insanın təbii ehtiyacları var. All men, they have natural needs. Yemək. For instance, needs for Hər bir food, insanın ailədəki olan ehtiyacları var. needs within the families, Psixoloji ehtiyacları or var. psychological needs, Fiziki ehtiyacları var. physical needs, Ruhani ehtiyacları var. spiritual needs. Çoxlu ehtiyaclarımız var There are bizim. many needs of ours. Və iblis istəyir ki, biz bizim ehtiyaclarımızı güşə daşı kimi lap başa qoyaq. And the devil wants us to put our needs as a cornerstone in our lives. Ona görə də iblis yaxınlaşdı Həvvaya, Therefore, Satan approached to Eve dad, ye. with the offering to try the forbidden fruit. Elə demək olar We could say ki, that. birinci ilk günah bu dünyaya daxil oldu ağzımızın vasitəsilə. That first sin entered into this world or mankind through our mouth. Və o cürdə onun strategiyası dəyişilməyib. O cürdə o Məsihə yaxınlaşdı. And the strategy of devil hasn't changed. The same approach or tactic was when devil came to Jesus in wilderness. Sən açsan, He said, you are hungry. sənin ehtiyacın var. You have a need. Əgər sən Tanrının oğlusansa, And if you are a son of God, bu daşları çevir çörəyə. then turn this stone into bread. Çevirə bilərdimi İsa Məsih o daşları? Jesus turned the stone into bread. Əlbəttə çevirə Of bilərdi. course he could. O suyu çevirdi şəraba. He turned the water into wine. Onun üçün problem deyildi. It wasn't a problem for him Mən to do so. düşünmürəm ki, İsa Məsih o qədər çörək yeyəcəkdi, o qarınqulluq eləyəcəkdi və günah bundan ibarət idi. I don't think that if Jesus turned the stone into the bread, he would eat that much the bread that he would meet his lust of the eating. Amma iblis istifadə edir bizim ehtiyaclarımızdan. But devil is using our needs. O vurur zəif yerdən. He strikes to our weak sides or vulnerable areas. Amma İbrahim burada deyir ki, Rəbb mənim təminatımdır. But Abraham here confesses that the Lord is my provider. Və hər kəs biz sınanılırıq bu ehtiyaclar gələndə bizim həyatımıza. And each of us go through the testing time when those needs are arising. Və əgər Rəbb ən böyük, ən vacib, ən böyük təminatını bizim üçün ödəyibsə, eləyibsə, And if God provided the greatest need of our lives, bəyəm qalan başqa şeyləri eləməyəcəkmi? wouldn't he provide for the rest of our needs? Əgər o bizə görə öz oğlunu qurban veribsə, If he didn't spare his son for us, qalan ehtiyaclarımızı o ödəməyəcəkmi? wouldn't he provide for all other needs of ours? Bizim ehtiyacımız varmı? Bizim ehtiyaclarımızı ödəmək üçün əyri yolla getmək. Do we have a need to use the crooked ways to supply for our needs? Mən düşünürəm ki, bizə iman lazımdır. I think no. I think we need faith. Bizə iman lazımdır. We need faith. Bilirsiniz, biz çox danışa bilərik ehtiyac barədə, məhəbbət barədə. I know we can speak a lot about our needs, about love, Amma vəziyyətlər gələndə, but when the situations appear, sınaqlar gələndə, when the trials come, onda hər şey öz yerini tutur. then everything takes its own place. Dediyimiz söz və əməlimiz uyğun gəlirmi? And do we see that the words that we were speaking and then the actions that we take in the situations, do they fit? Mən özümə bunları deyirəm. I ask myself Ki hər kəs sınanacaq nə deyir, that nə every danışır. person will be tested by the words he or she speaks. Və bu yaxınlarda Bakıda burada yaxında seminar var idi. And recently I attended a seminar or workshop that was held here in Baku. Və mən bununla bitirəcəm. And with this I will conclude. Və çoxlu kilsələr yığışmışdı bir araya. And there were many representatives of different churches coming together. Və pastorlardan biri mən belə bir əhvalat eşitdim. And I heard a story shared by one of
one of the pastors. Şəxsən mənə yox, amma uca səslə hamıya And he danışırdı. was sharing that story to the whole audience. Onun kilsəsində baş vermişdi bu. This story happened in his church. Əslində onun kilsəsində yox, onun kilsəyə gələn bir şəxslə baş vermişdi. Actually, it happened with a person who attends to his church. Və bu onun əhvalatıdır, o adamın. And that is the story of that particular man. Bu pastor ad çəkmirdi. So the pastor didn't mention any names. Mən də onu adı çəkməyəcəm və kimin haqqında danışılıb onu da adlar deməyəcəm. Adlar vacib deyil. And I'm not going to mention any names here because the names are not important in this testimony. Və o adam çox böyük ehtiyacda idi. So the particular man had huge need. Çox acınacaqlı ehtiyacda idi. And he was in the miserable situation. Onun həyat yoldaşı var idi, uşaqları var idi. He had a wife and kids. O işini itirmişdi. He lost his job. Uşaqları xəstə idi. His kids were sick. Və elə vəziyyətə düşmüşdü ki, belə çıxılmaz vəziyyətə. And his situation, his state was like no way to escape. Və düşündü ki, bəlkə mən əyri yola əl atım ki, nəsə evə gətirə bilim. And he thought maybe I can use some wicked ways to bring some bread home. Və o fikirləşdi ki, bəlkə mən metronun yanında dayanım və güdüm kimisə tapım, düşüm onun dalınca. And he said perhaps I could stand next to the exit of the metro station and maybe follow to someone who could I consider that I can get benefit from. Çünki ehtiyacları diktə eləyirdi ona. Because his needs were driving him to this kind of idea. Və nəhayət o fikirləşir, elə də eləyəcəm. Finally he decides, okay, this is what I'm going to do. Gecə vaxtı durdu metronun yanında. At the night time he approaches to a metro station. Və gözləyirdi ki, kimin dalınca gedə And bilərdi. he was waiting and considering whom he can follow. Və o biri tərəfdən bilmirəm, dua mı deyək buna, düşünürdü ki, Rəbb, mən bunu eləmək istəmirəm. From other side, I don't know Amma if we mən can, məcburam. from other side if we can call it as a prayer, but some voice was saying, Lord, I don't want to do this, Amma mən məcburam bunu eləməyə. but I'm forced to do it. Nəhayət onun fikrincə o gördü ki, hansı bir varlı bir kişi Finally, he noticed one seemingly rich person və o başladı onun dalınca getməyə. Around and he followed him. Və düşünürdü ki, hansı bir qaranlıq bir yerə çatsın, parka onu dayandıracaq And the orada. idea was that to come to some secret, dark place near to the park where he can approach to the man. Və nəhayət belə bir yer tapıldı. And finally that spot was identified. O tez başladı ona yaxınlaşmaq And this brother quickly approached to this rich man. və birdən o adam çevrildi ona baxdı. And suddenly that rich man turned into his face and looked at him. Və onlar belə üz-üzə qaldılar. And they had an eye contact. Və o adam qışqırdı, onu adla çağırdı. And that man called him up by his name. Hey, sən hardasan? Neçə ildir mən səni görmürəm. Let's say, hey John, it's been for a long time no see. Mən səni çoxdandan axtarıram. I've been for a long time looking for you. Amma o tanımırdı, o onu yadda sala bilmirdi. Bu kimdir axı? But our brother couldn't recognize, like, who is this guy? Amma o deyir, o onu qucaqlayırdı, buraxmırdı onu. But that rich man hugged him, didn't want to leave him. Və dedi ki, mən səni neçə ildir axtarıram. And he says, it's been for many years that I've been looking for you. 15 il bundan qabaq He says, 15 years ago, mən xəstəxanaya düşmüşdüm. when I was in the hospital, Və sən gəldin, bütün öz pulumu xərclədin mənə görə. you came and you spent all your money for my treatments. Ona görə də mən istəyirəm sənə xeyir-dua And vermək. I would like to bless you now financially. Və çıxartdı cibindən pulları başladı verməyə ona. And he took off his pocket lots of money and he gave it to Çox his pul verdi brother. ona. Lots of money. Və o ağlaya-ağlaya qalmışdı. And our brother was in tears. Və evə gəldi, bütün pulları tökdü stolun He üstünə. came home and he poured all the money that he was receiving. Ağlayırdı öz övladların yanında, yoldaşının yanında. He was crying in front of his wife and kids. Və yoldaşı deyir, axı sən gecə vaxtı getdin, bu pulları hardan And his gətirdin? wife says, where did you Sen bring all this neyləmisən? money during the night? What did you do? Did you do something Yoldaşım wrong? inanmırdı ki bu belə baş verdi. His spouse Sen couldn't nəsə believe eləmisən? to that story. She said, oh, you have done something wrong. Amma İbrahim dedi ki, Rəbb mənim But təminatçımdır. Abraham said, God is my provider. Rəbb qadirdir öz balalarını saxlamağa. God is able to supply for his kids. Və bizə ehtiyacı yoxdur hansı bir əyri yolların düşməyə. And we don't have any need to use crooked ways. Hər dəfər düşəndə bilin ki, bu bir sınaqdır. Whenever we think about that, believe and know that this is a trial.
bizim imanımız sınağa çəkilir. Our faith is in trial. Yaxşı, bu barədə mən düşünürdüm və mən istəyirəm dayanım indi. And this is what I was Gəlin thinking. dua eləyək. And let's just pray now. Gəlin İbrahim kimi düşünək. Let's think together as Abraham was. İbrahim o dağın adı belə Thank elə you. də qoydu. And he named that mountain the same way. Bəlkə biz ailəyə baxanda, Maybe we look at the family bəlkə biz övladlarımıza baxanda, or to our children. bəlkə biz elan eləyək ki, Yahve İre. Maybe that is the time when we can proclaim that Jehovah Jireh. Yaxşı, gəlin dua eləyək. Let's pray together. Rəbb İsa, minnətdarıq ki, sən bizim Yahve İre, bizim təminatçımızsan. Lord Jesus, we thank you that you are our Jehovah Jireh. You are our provider. Çox sağ ol ki, sən ən vacib olan bizim ehtiyacımızı artıq ödəmisən. We give thanks to you that you have met the greatest needs of ours. Sən öz oğlunu verdin bizə görə. Father, you gave, because of us, your only son. Şükür sənə Rəbb İsa. We thank you, Lord Jesus. Amin. Amen. Çox sağ olun. Thank